Yox sadə. Fail. Tutaq ki, belə bir şey deyək. Biz bildik ki, məsələn də burada biz keçən səfər demişdik ki, məsələn tutaq ki, budur yazırdıq. Düzdür. Belə deyək də, Bakı Dövlət Universiteti. Okay. Tutaq ki, burada Azərbaycan Dövlət Universitetinin Ağcabədi filialı, düzdür? Tutaq ki, Ağcabədi Pedaqoji Kolleci. Tutaq ki, Azərbaycan. Bunu belirleyək. Niye? Ona göre ki üniversiteler yukarıda yazılsın. Azerbaycan Teknolojiya Üniversitesi. Biz böyle bir şey demiştik ki vardı Word'de. Copy verirdik. Bu buna düşürdü. Sonra gelip bunu seçerek copy verirdik. Bu da buna düşürdü. Buna da copy verirdik. Bu da buna düşürdü. Buna da copy verirdik. Bunlar buna düşürdü. Yani 24 tane düşürdü. Düzdü. Burada sadece olarak neyin üstüne sonra gelip vuranda o çap. Ama kim ve kompüter sönük kompüteri açık. Düzdü. Bugün bir yani bunun ya da bu feryatdaşda olurdu. Sadece gel burada vuranda bu gelirdi. Sadece burada vuranda bu gelirdi. Burada vuranda bu gelirdi. Bunlar bu feryatdaş. Bu feryatdaşı koymuş ekrana burada. Şimdi ben bu günləri sizlə əvəz etmə komandasını icra edəcəyik, öyrənəcəyik. Əvəz etmə komandası nədir? Mənim kompüterim sönüb olsa belə 10 ildən sonra olsa belə silməsəm, yəni onu əvəz etmə komandası bölməsindən silməsəm, işarə ilə bu adlar olur yadda. Sadəcə olaraq budu vuranda Bakı Dövlət Universiteti gəlir, adı Azərbaycan Üniversitesi'nin. Azerbaycan Devlet Üniversitesi'nin yok. Pedagoji Üniversitesi. Pedagoji. At bu Avranda Azerbaycan Devlet Pedagoji Üniversitesi'nin Azerbaycan filial gelir. A2 Vranda Teknoloji Üniversitesi. A Vranda Azerbaycan Pedagoji Koleji. Yani bunu bakak. Bunu öğrenek. İşi görenden sonra tam başa düşecek. Görmeyene kadar biraz karanlık kalır. Faal menüsünden Optimize Options komandasını verdik. Gördük. Geldik burada. Bakalım iş değil mi bu? Ben demiş değilim. Yani burada benzetmeler yerinde. Okey düzdür. Propping. Komandasını verdim. Propping. Bir daha diyelim. File. Options. Propping. Auto kullanıcı options. Komandasını verdik. Burada ne yazırıq? Budur. Düzdür. Burada ne yazırıq? Bakı Devlet Üniversitesi. Yok. Bakı Devlet yazıq. Bakı Devlet Üniversitesi. Düzdür. Et. Bu düştü bura. Sonra yazırıq A-D-P-U-A. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan filialı. Yazırıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı. Evet. Bu da düştü bura. Sonra yazırıq. APK Ağcabədi Pedaqoji Koleji. Evet. Sonra yazırıq.
ATU Azerbaycan Teknolojiya Üniversitesi. Düzdür. O her səhvlərim var sözləri hesab edin. Okey. Okey. Bunlar sillə. Lap bunlar sillə. Lap belə deyək ki, uşaqlar, hələ sizə lap etibarı olsun deyə Word proqramında bağlayıram hər ikisi. Word proqramlarına bağlayırıq. Bunu yendirəcək. Yenidən Office paketindən və Word proqramına daxil olan fərqi yoxdur. Yenidən Word proqramına daxil olun. Giderək BDU. Tab bura gəlmədi. Götürmədi. Bir də baxaq görək niyə bizim ofisimizi götürmədi. Niye götürmüyor ki? Niye götürmüyor ki? Yok. Hiç de yok. Yok hiç demedi. Evet. Okey. Verməli daha. Ver. Ola bilər okey verməliyəm, bəlkə ondan olur düzdür. Word-ə daxil olduq. Məsələn, APK gördünüz, Azərbaycan pedaqoji. Adı, A. Adı, A. Azərbaycan pedaqoji. Gördük. Məsələn, nə yazmışdıq? Bu. Amma balaca budu yazanda gəlmir. Budu balaca u yazanda gəlmir. AP balaca k yazanda gəlmir. Gördük. Niyə? Çünki burada əvəz etmədə, əgər əvəz etmədə fikir verək, profil bir dənə bir şey yazar. Atunu balaca yazdım. Burada yazırım Azərbaycan. Bağışlayın. Azərbaycan Texnologiya Üniversitesi. Okey. Belki ola bilər mən nəsə okey verməmişim. Baxın inşallah. Atı yazıram, gənə gəlir. A balaca yazıram, gənə gəlir. A balaca T, U böyük yazıram, gənə gəlir. Niyə? Çünki burada əgər nə vaxtsa burada götürəndə bütün hərfləri böyük götürmüşüksə, məsələn, budunu böyük götürmüşüksə, o zaman Bakı Dövlət Universiteti gələcək. Budu böyük. Amma budunu balaca yazmışıqsa, nə yazsaq, yalnız burada nə götürməli? Hamısı böyük götürülməli. Niyə böyük götürülməli? Çünki ola bilsin ki, mən nəysə budu u yazıram da, budu yazmalıyam. Məsələn, tab vuranda Bakı Üniversitesi, məsələn, budu tab vuranda Bakı Dövlət Üniversitesi. Budu sözün yok. Orada kimin gəlir?
Dığını böyle yaz. Balaca yazını gelmeyecek. Ama hamısı böyle olanda gelecek. Bu ama mesela de at görük gelir. Ne gör? Hamısı bunların buna ne değiller? Şairinin əvəz etmə. Məsələn, biz buradan APK yazıb tab vuran kimi gəlməyəcək. Amma APK yazıb tab vuran kimi bizə də gəl APK. Azərbaycan Pedaqoji Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili gördük. Silmem şey yok. APK orada yoktu. Trafik adı görünce APK. APK yoktu. APK silinmiş yok. Neyse üstüne mesela bunun üstüne yazıp değişikliğiyle bu əvəz olunur gedir. Çalışma lazımdır ki yaz yazandan sonra hiç bak bu aşağıdaki gök kalmıyor. Başa düşürük. Gazetede. Bunu başa düştüğü kimse problem kalmıyor ki. Derse